Rəfi Vəli Mürvətoğlu. Mingəçevir şəhərində məktəbdə müəllim çalışıram. Dəvət etdiyiniz üçün minnətdaram sizə. Əli müəllim, bizim bir neçə suallarımız var. O suallara cavab verməyə hazırsınızmı? Mən hesab edirəm ki, təhsillə bağlı olan sualların hamısını cavablandıra bilərəm. İmkanım daxilində. Bəli, birinci sualımız belədir. Məktəblilər hazırlığa, müəllim yanına getməkləri hökmdürmü? Yəni lazımdırmı bu bizə? Təbii ki, bu suallar, buna bənzər suallar kifayət qədər Azərbaycan cəmiyyətində tez-tez səslənir. Mən hesab edirəm ki, şagirdlərin repetitor və yaxud da xüsusi kurslara, özəl kurslara getməsinə ehtiyac duyulur. Ehtiyac yox, bu gün o bir tələbatdır. Valideynlərin bir məqsədi var ki, evlatları təhsil alsın, oxusunlar. Təhsil almaq üçün təbii ki, Azərbaycan dövləti təhsil sistemi yaradıbdır, orta məktəblər yaradılıb, ümumi təhsil məktəbləri var, 9 illik, 11 illik. Amma nədənsə hansısa problemlər yaranıb ki, biz şagirdlərimizə məktəblərdə dərsi verə bilmirik. Burada bir çox problemlər var. Valideynlərin münasibəti, onlar ümid edirlər ki, yalnız repetitor yanına getməlidirlər. Onda onların şagirdləri, evlatları təhsili lazım səviyyədə mənimsəyə bilər. Sonradan burada məktəb direktorları qarşısında yüksək göstərici qoyulur ki, məktəbin ümumi vəziyyəti qalxmalıdır, inkişaf etməlidir, mənimsəmə yüksək səviyyədə olmalıdır, faizlərlə hesablanır. Buna görə də məktəb direktorları hesab edirəm ki, həm blok imtahanlarına, həm də buraxılış imtahanlarının verən zaman şagirdlər bu işin öhdəsindən layiqincə gələ bilmirlər. Çünki məktəbçilik tədris problemləri, tədris prosesləri buna imkan vermir. Təbii ki, bunları ayrılıqda müzakirə edə bilərik. Həm də qoyulmuş məsələ ilə bağlı bir məsələni də qeyd etmək lazımdır ki, məktəb direktorlarının özlərində şəxsi maraqları var. Bu şəxsi maraqlar ondan irəli gəlir ki, bayaq dediyimiz kimi, həm məktəbin reytinqini qaldırmaq, şagirdlərini yüksək səviyyədə bal toplasınlar, reklam olunsun ki, məktəbin şagirdləri bu qədərə bal topladılar. Yəni, yüksək keçid ballarını keçə bildilər, yetərincə bal topladılar. Amma mən hesab edirəm ki, bu da bir problemdir. İkinci problem qeyd elədik ki, məktəb direktorlarının tamahı. Elə bil ki, məktəbə təyin olunmuş direktorların bir amalı var. Şagirdlər məktəbdən yayınsın, repetitorun yanına geçsinlər, bunlar valideynlə o hörməti görə bilsinlər.